Azərbaycanda abortların sayı ildən ilə artır. Son statistikaya əsasən ötən ildə 78.245 abort qeydə alınıb ki, bu da gündə orta hesabla 217 abort deməkdir. Bu rəqəmlər yalnız rəsmi qeydiyyata düşən halları əhatə edir. Qeyri-rəsmi, yəni statistikaya daxil olmayan abortların da mövcudluğunu nəzərə alsaq, vəziyyətin nə qədər ciddi və narahat edici olduğu daha aydın görünür. Abortların sayı niyə artır? Bu vəziyyətdən necə xilas olmaq olar? Cərrah mama ginekoloq Aytəkin Allahverdiyeva deyib ki, qadınların çoxu kontraseptiv adlanan üsullardan məlumatsızdırlar. Müasir dövrdə uşaqlar daxili vasitələr, mini həblər və boruların sterilizasiyası, yəni bağlanması və ya götürülməsi kimi üsullardan istifadə edərək abortların sayını azaltmaq mümkündür. Təəssüf ki, əksəriyyət bundan xəbərsizdir. Bəzi hallarda tibbi abort vacibdir. Hamiləlik davam etdiyi təqdirdə ananın səhhətində ciddi ziyan olarsa, yaxud dölün inkişafında hər hansı problemlər yaranarsa, o zaman hamiləliyi sonlandırmaq məcburiyyətində qalırıq. Aytəkin Allahverdiyeva bildirir ki, qadınlar əsasən farmakoloji aborta üstünlük verirlər. Yəni, həkimin təyin etdiyi dərmanı artıq bilir və növbəti dəfə öz başına hamiləliyi eyni üsulla sonlandırırlar. Həkim əlavə edib ki, bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri kifayət deyil. Buna dövlət səviyyəsində yenidən baxılmalı və sistemli şəkildə mütəmadi olaraq icra olunmalıdır. Hətta arzu olunmaz hamiləlikdən qorunma üsulları barədə orta məktəbin yuxarı siniflərində təbliğat işləri aparılmalıdır. Əks halda abortların sayı artacaq deyə mama ginekoloq qeyd edir.